öten çağları dindirsen min kövrek kafire söyler. O tanış artalar dert sokakları Arut arkasında oturdu Onun bakları açtık bağladık Her ikililerin kafiresini mektep çantamıza yığıp sakladık Mektep illeri illeri ömrün ezik günleri mektep illeri ömrün ezik günleri öten çağları dindirsen min kövrek kafire söyler. O tanış artalar dert sokakları Arut arkasında oturdu Onun bakları açtık bağladık Her ikililerin kafiresini mektep çantamıza yığıp sakladık Mektep illeri ömrün ezik günleri mektep illeri ömrün ezik günleri
Keyfini yan yere kalır. Ha. Bir tane daha geliyor. Geçin oturun. Bir bari Koydun sen güle güle sözünü getirip görmeyen Böyük bir dünya görüşü olsun. Allah bunları ömür axıra qədər evlatları ilə atalı, analı yaşasınlar. Allah bunları həmişə xoşbəxt edər. Sağ olun. Sizləri kullanın. Sağ olun. Hoş geldiniz. Siz bilərsiniz orada. Hə, qaçırdım ki, Sərə Məlulə mənə tanıyacaq, gedib qalstıqımı bağlayıb. Salam olun. Hoş geldiniz. Çiçeğliyirsə, mən sizə çiçeği anlayacağım. Sizi tanımıram. Hani yeni bir tekrardan görüşüyor, tamam mı? Təzədən Ben de diyeceğim da. Vaxt oldu, Ağsaqqal olub, Ağsaqqal yubileyi keçirdəsiniz. Gülə bilərsiniz. Həmişə belə şirinlik istiyor qismət eləsin. Həmişə belə şadlıq istiyor qismət eləsin. Sizinlə uzaqlığa qalacaq. Beğendiğiniz oranda. Beğendiğiniz oranda. Məmiz, əziz müəllim, əziz dostlar, əziz məzunlar. İcazə verin, görüşümüzün rəsmi hissəsini başlamamışdan əvvəl sizdən bir dəqiqə aramızdan gedənləri sönməli başda olmaqla əzizlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut anları müqəddəs edilir. Allah razı olsun. Allah da. Siz bize burada sunum için konuşsak olur. Bu görüşə gələn bütün dostlara öz adımdan, 10-cu A sinifi adından böyük təşəkkürümü bildirirəm. Analogu olmayan belə bir görüşün baş tutmasında sizin hamınızın rolu və iştirakçılardır və təşkil olaraq sizə öz minnətdarlığımı bildirirəm. Belə bir görüş mənə elə gəlir ki, İstər müəllim, mən deyirəm kəndində belə bir görüş olmayıbdır. Ona görə analogu olmayan bir görüş deyirəm. Mən burada olmayan dostlar da bilirəm ki, onların cismi də burada olmasa, qəlbən, ruhən onların hamısı buradadır. İndi onlar öz saatlarına baxırlar və öz fikirlərində canlandırırlar ki, bizim görüşümüz necə gedir, kim oturur, kim gəlibdir. Bizim kameramızın vasitəsilə onlar da bu görüşü izləyəcəklər. Bir anlıq da olsa onlar özlərini bu görüşün içərisində hiss edəcəklər. Və qəlblərində keçən arzuları öz dillərində səsləndirməsələr də qəlblərində dilə gətirəcəklər ki, mən orada nə deyərdim, necə eləyərdim, nə tərəf oturardım. Və sizi bu görüşün başlanması ilə təbrik edirəm, görüşümüz başlanır və sizə əvvəlcədən xəbərdarlıq edirəm ki, burada hər birimiz öz ürək sözlərimizi deyəcəyik və bunu xəbərdarlıq edirəm ki, hamı fikirləşsin. Yəni, burada fikirləşməyə mənə elə gəlir ki, bir səbəb də yoxdur, hamının qəlbi doludur, hamının qəlbi xatirələrlə doludur. Ona görə də deyirəm ki, hamı danışacaq, hamının ürək sözləri vardır və mən biraz qabağa düşdüyümə görə dostlardan da minnətdarlıq edirəm ki, məni qabağa sağlıqlar ki, bu görüşü açmaq üçün. Mən bir neçə kəlmə deyim, mənim də deməli çox sözüm olacaq, gələcəkdə yenə danışacaq. Mənim yaxşı yadımdadır ki, 10 il bundan əvvəl, yəni 91-ci ildə bizim Venetkamızda fikirlərlə gedir ki, 91-ci ilin mayın 25 il məsələ görüşümüz olacaq.
Allah Hüseyin müəllimə qəndə rəhmət eləsin. Sağ olun. 10-cu sinifin son günləri idi, gəldi. Dedi ki, görüş təşkilat komitəsi yaradıldı. İsrafil, Qasım, mən, Əkbər, Kamal, bir neçə nəfərdən ibarət təşkilat komitəsi yaratdı. Və dedi ki, necə olursa olsun, kim harada olursa olsun, hamısı bir yerə toplamalıyıq 91-ci ildə, 10 ildən sonra. Mən orada təsərrüfən dedim ki, ola bilər ki, mən hardasa Ukraynayım. Görün tarihi necə cəhdi ki, 91-ci ildə mən Ezam Minərdar Vəsim Ukraynayım. O bugünkü gün Ukraynadayım. Ondan bir neçə gün əvvəl bilirdim ki, görüş olacaq. Əkbərin adına, çünki Əkbər qanun verici olmamız işləyirdi. Onun adına bir telegrama göndərdim. İndi o telegrama məndə evdə qalır. Onun bir münasibəti ilə təbrik edirəm bütün uşaqların hamısını. Onun birlikdə uşaqlar getmişdilər dağa, təbiət aleyhinə dalmışlar, ekskursiya getmişlər, hamını yad eləmişlər. Bu gün də hamısını yad edirik. Biz elə bilirik ki, olmayan yoldaşların hamısı buradadır. Onlar da bizim içimizdədirlər, bizlə iştirak edirlər, onların qəlbi bizimdir. Şimdi mən ilk olarak sözü bizim əzizimiz, gözümüzün ışığı İstərə müəllimə söz verəcəyik. İstərə müəllimə bizim hər birimizin formalaşmamızda böyük rol oynayır, böyük zəhmət təşkil edir. Bizi hayatın bu enişli, yoxuşlu yollarında düzgün adım atmağı öyrədirdi. Bizə Azərbaycan dilimizin, ana dilimizin alfabesini, alfabasını öyrədirdi. Bizi hər birimizin gələcəyinin formalaşmasına böyük rol oynayır. Sizi inandırıram ki, mən indi də İstərə müəllimə tofili deyə mənim adımı qoymuşdu. Onun əlinin istisi mənim başımdan getmir. Onun əlinin istisi əlində mənim başımda hiss olunur. Onun 19 mayda bilirsiniz ki, Pioner Təşkilatın yaranma günüdür. Bizi Pioner ikidə də yadıma gəlir, açıq dərs oldu. İstərə müəllimənin rəqibləri də vardı. Yəni, kim birinci sinif, ibtidai sinifləri daha yaxşı hazırlaşdırır. Mənim çox yaxşı yadımdadır ki, direktordan ibarət bir komissiya yarandı ki, görək bu siniflərdən hansı güclüdür. Və yadıma gəldi ki, arxa partada oturdular, Hasan müəllim, direktorlar zaten, bilmem, orada direktorların bir xatirindən çıxdı, bir neçə nəfər müəllim otdu. 12 nəfər. Hə, oturdular, bəli, yadıma gəlir. İstərə müəllimə Azərbaycan dilinin ibtidai qrammatikasını bizdən soruşurdu, cümlələ də yol belə şeyləri. Oturanlar məhdəl qaldılar ki, bu nətər bu birinci sinif, ibtidai sinifdir ya bu yuxarı sinifdir. Yəni biz hamımız çox fəallıqla İstərə müəllimənin üzünü ağır elədik. Və bu gün bizim hər birimizin üzümüzün ağ olmasında, alnımızın açıq olmasında İstərə müəllimənin böyük rolu vardır. İstərə müəllimə buyur, sözlərinizi dinləməyə böyük məmnuniyyətinə hazırım. Buyurun İstərə müəllimə. Sağ olun. Sizə heç nə demədən əvvəl minnətdarlığımı bildirirəm. Ona görə ki, düz deyir Tofiq, hələ bu günə qədər mənim bu 40 ildə nə qədər buraxılır sinifim olub, bir indi xatırlayıram, belə bir təntənəli yığıncaq keçirdən olmuyor. Sizə minnətdarlığımı bildirirəm, sizə çox sağ ol deyirəm, qadınlı, oğlanlı, kişili, müəllimli bura yığılmaqda doğrudan da böyük elə bir şücaət göstərmişsiniz ki, belə bir günü hamı xatırlayacaq. Ona görə uşaqlar, mən yenə sizə uşaqlar deyəcəyəm, çünki elə sizi balaca, elə bilirəm də birinci sinifsiz, balalarımsınız. Sizlə fəxr edirəm, nəinki sizlə, mənim çox ali təhsilli həkim tələbələrim var ki, qabağımda, indinin ilgisində mənim başımda elə özlərini uşaq kimi aparırlar. Deməklə, müəllimliklə fəxr eləmək olar. Mən indi başa düşürəm ki, müəllimlikdən gözəl sənət yoxdur. Mən bura gəlişimə görə, bu yığıncağı mənim başıma yığdığınıza görə sizə minnətdarlığımı bildirirəm, sizə uzun ömrü arzulayıram, sizin ailə vəziyyətinizdə belə bir zamanda hər cəhətdə üstün olmağınızı arzulayıram. Allah sizi öz evlatlarınızın, öz valideynlərinizin, öz balalarınızın yanında belə üzü ağ valideyn olasınız.
cibi dolu ata olasınız. Valideynlər qarşısında, evlatlar qarşısında üzünüz alır. Sağ olun. Allah sizi atanıza, ananıza çox görməsin, balalarınıza çox görməsin. Sağ olun. Mən sizin hamınızdan çox razıyam. Sağ olun. Mən keçim yerimə Şagirdlik illərinə, şagirdlik xatirələrini andırdınız. Siz bizim yadımızdan heç vaxt çıxmayasınız. Siz bir ilk müəllim kimi. Biz bu görüşün gerçəkləşməsini aslında bu cür sizi inandırım ki, gözləmirdik. Bizə Türklər demişəm təpkilər oldu, bizə iradlar oldu ki, heç kim gəlməyəcək, özünüzü belə yormayın. Ancaq bizim hər birimizin qəlbində telefonu açıq qoyun, ola bilər ki, yoldaşlardan kimsə zəng edir. Qəlbimizin dərinlərində inanırdıq ki, gələcəklər. O A sinifidirsə, o Sərə müəllimənin sinifidirsə, o uşaqlar, bizim uşaqlarsa hamısı gələcək. Gəldilər də, çox sağ olun. Və bu balaca, özü balaca da olsa da rəsmi cəhətdən böyük bir məclisdə bizim bu direktorun, məktəbin müdiri Qurban müəllim də iştirak edir. Qurban müəllim bizə göstərdiyi bu cür imkandan dolayı ona böyük minnətdarlığımızı bildiririk. Yəni bu cür şəraiti bizə yaratdı və bizim ona müraciət elində ki, belə bir görüş keçirmək istəyir. O qəlbən razı oldu, özü də çox sevindi və dedi ki, mən də iştirak edirəm. Qurban müəllim, mən arzu edirəm ki, sizin də gələcək şagirdləriniz, əgər bizi yaxşı bilirsinizsə, bizim kimi yaxşı olsunlar. Bizdən də yaxşı olsunlar. Sizi də yolda görəndə böyük hörmətlə, böyük ehtiramla salamlasınlar, keyf axı olsunlar. Qurban müəllim, buyurun, söz sizindir. Onlar məktəbimizin veteranları, belə desəm daha yoxdur. Mən bugünkü sizin məclisdə iştirak etməyimə çox şadam. Doğrudan da COVID təşkilinə gəlib, həmin bu sinifdə, həmin bu stolun altına düşən şahidlərimiz dərs keçirdim. Kimsə məni çağırdı ki, sizi çağırmır. Mən deyim, uşaqlar qanadımda gəlmişdiniz. Çıxdım ki, Tofiqdə gördüm vardı. Tofiq mənə müraciət elədi ki, bilən ki, bu tədbir keçirmək istəyirik, İstihara müəllimənin sinifi. Düzün sözü bir tərəfi belə bir təəccür oldum. Doğrudan da 20 il üstündən keçən bir məzunların bugünkü belə bir mərasim keçirmələri həqiqətə uyğundur, nə dərəcədə bu düzdür. Mən Tofiqdə dediyim ilk sözləyində yenə təkrar eləyə bilirəm. Dedim, bu məktəb, bu da siz, məktəb sizindir. Nə vaxt istəsəniz, nə vaxt, hansı gün, hansı tədbirdə desəniz, bu məktəbi istifadə edə bilərsiniz, mən də sizin tədbirinizdə iştirak edəyəm. Mən əziz məzunlar, 20 il üstündən keçməyinə baxmayaraq doğrudan da siz bütün məktəbimizi yad eləyib, bugünkü bu məktəbimizi gəlib, nətər deyirlər, şənləndirmişsiniz. Elə bir təsadüf ki, bugün doğrudan da bu il 21-ci əsrin 11-ci sinif şagirdlərinlə birlikdə son zəng keçirdiyimiz bir gündə sizin bu tədbiriniz daha diqqətə layiqdir, daha məndə xoş təəssürat oyatdı. Mən bunun üçün siz kollektivin, siz sinifin nümayəndələrinizin hamısına öz təşəkkürümü, başda Sərə müəllimi olmaqla hamınıza öz təşəkkürümü bildirirəm. Və bu, mən elə bilərdim ki, qoy kəndimizdə bu məktəbin məzunları olan hər bir şagird üçün, hər bir nəfər üçün qoy bu örnək olsun. Hər yerdə də bunu demək də lazımdır, bunu həyata keçirmək də lazımdır ki, doğrudan da bu yadda qalan günləri xatırlayıb bunu yad etmək lazımdır. Mən sizi bir daha bugünkü gün münasibəti ilə hamınızı təbrik edir, ürəkdən gələn səmimi təşəkkürümü bildirirəm və arzu edirəm ki, siz bu məktəbin şagirdləri olmuşsunuz, bu məktəbin məzunu olmuşsunuz. Hərəmiz indi istər-istəməz bu həyatın bir qanunudur, bir qaynaq toşqada, bir qaynaq nöqtədə istər əməli fəaliyyətinizlə, istərsə də qadınlara, qızlara deyirəm,
analıq vəzifələrini yerinə yetirmişsə, deməli, bu bizim üçün çox bir şey, yadda qalan bir hadisədir ki, siz bu gün hamınız dilində görüşməsiniz. Sizi təbrik edirəm. Bu məktəbin kollektivinin rəhbərliyi adından da mənim öz təşəkkürüm sizin bugünkü lentə alacağınız bu video kameraya da düşdü. Mən həmişə arzu edərdim ki, beləki, bu məktəbi qutaran məzunlar, bu məktəbin kollektivi, bu həmişə beləki, stol arxasında bir-birlə görüşür, hal-əhval tutsunlar, indiki və gələcək arzularına söhbətləşdir. Bir daha hamınızı xoş gəldin deyirəm və təbrik edirəm. Sağ olun. Çox sağ olun Qurban müəllim. Mən burada bir tamada kimi iştirak eləmirəm əziz dostlar. Bundan sonra kimin sözü varsa, özü könüllü sürətlə gəlib deyə bilər. Əgər razılaşırsınızsa, bir başdan başlayıb hər bir sözünü desin. Mən eləcəsi bu daha yaxşı olar. Yəni mənə bir tamada kimi mənə bir sözünü desin. Fotoğraf hazırdır. İndi icazə verin. Kamal müəllim bizim indi rəsmiyyəti böləcək yerdə. Uşaqlar bizim üçün Kamaldır. Həkim müraciət yox, Rızaqlı məndə, Rasim məndə, Rasimdir bizim. Kamal bizim sinif qolumuz olubdur. Öz sinif rəhbər elədiyi sinif haqqında bir necə Toplu olarak qalsınlar, razı. Sağ olun, Cüneyt Mahsözlü Ziya'ya. Aslında o sinifi həmişə ustara malımın dast edirlər, o sinifi bütün maytəblər həmişə önünə qoşdur. Bunu bütün siniflər həmişə biliblər. Yəni həmişə valideynlər istəyirlər ki, ustara malımı dast edir siniflərə. Yəni mənim vacibamım da çoxsun. Sonradan da ustara malımı, vacibamı ustara malımı dast edir siniflərə qoydu ki, yəni bu biraz mahsuliyyatlıdır, bu benim ağırlarından nəsə. Yəni malımın da mahsuliyyatlısı olur həmişə. Deyəcək ki, qurban malımından biz gelişləmiş ki, mahsuliyyat, el olub ki, mahsuliyyatı verilmiş. Önce ustara malım... Yox, biz dastiyanda bizim maycabda o kadar mahsuliyatsız olmadı. Qurban malım qaşaqdır. Ustara malım daha mahsuliyatlıydı. Yəni, həmişə valideynlər istəyir ki, uşaqların ustara malımı sizinlə qoysun. Elə oldu ki, biz onda mən bu sinifə 7-ci sinifdən gəlmişəm. 7-ci sinifdən gələndən sonra Yerazım. Yeraz 2 nəvəl biz Maydabda mənlə Aybar ikimiz cəmi 10-cu sinifi bir sinifdə oxumuşuq. Bir sinifdə oxumuşuq. Evləri bir sinifdə oxumuşuq. Sözüm oldu ki, bu sinif maytabı qutalandan sonra da yenə də bütün maytablara, hatta bütün siniflərə önünə olmağın, qabaqda olmağın göstərdi. Bayağı Tobit dedi, bu tədbiri keçirmək istəyəndə doğrudan heç min olmadı ki, keçirilir biz tədbirləri aslında 10 illiyimiz geçirmişik. Allah Hüseyin malımı rəhmətə, Hüseyin malımla biz seçilmişik, getmişik konu Qazancıya getmişik ya. Qazancıda keçmişik. Ondan sonra bayramlar həmişə sinifin oğlundan bir yerə yürüşəbilirik. Ancaq sinifin qızları ilə doğrudan özə çəkbir adı doğa biz belə mümin olduğunun Neyləm kəndində bizdən bu şey olunmur. Deyəcək, necələr bir yoldaşı deyəcək yox, biri falan deyəcək yox. Yəni bunu bu da var 20 illikdir, olmaz yoldaşlar da yazsın. Ne olur öyle bir şey daha. Navalan dedi, Navalan dedim, Navalan sözüne gelir. Ben bir daha onun Tecavüzünde ne oldu? Hamın vaxtımız Macabı Qur'anda bu şey çıkmış. Macabı Qur'anın orada Venedik aşağı çəkmişdi. Ben Hüseyin Malım qoydu ki, 10 ildən sonra, mən dedim, 10 ildən sonra uşaqlar da gəlsə, o uşaqlar buran yeri tutmadı, Macabı Qur'anda. Hüseyin Malım mən qoydu ki, sen saat içəsi o şeyler. Sözüm onları ki, olmasın deyim. Yani, mən öz arzumdur ki, belə tədbirlər imkan olsa hər ildə olsun. Yəni, bütün sinif uşaqlarımız bir yerdə yaşabilsin. Elə doğrudan da o qabaqçı deyilən kimi elə uşaqlarımızı, planlarımızı bırakaq bir-birinə uşaqlar da tanış olsunlar. Yəni, bilsinlər ki, bundan valideynləri kimi, bundan özləri tanış olsun.
Yenə də deyirəm, Bakıda hamımızda boya Covid'də dediyim məlumatlar, direktor, maydam direktor dedi, yenə hamımızda. İçinin nümayəndəsi kimi xoş geldin deyirəm. Yenə biz çalışacağız ki, qalan tədbirlərdə Allah qoysa, indi belə gördük, yəni biraz biz də qıqlandık. Qalan tədbirlərdə sövüzü qoza bilək də. Bağış deyirəm alınsa, soqda da tutmalıysa. Onda qısaldı. Direktordan bağış edəcəyiz, onu versin bizə. Ama sen nedensiz yığışın ürək çemiş. Ha, ürək Gözden deyərlər, sivil yoldaşlarımızdan navası olanlar var, baxın. Onlara da yer taparım. Olmasa da sağ olun. Sağ olun, bir daha size olmayacak hoş geldin diyeyim, sağ olun. Çok sağ olun. Bir dakika olabilir. Sizi görüyoruz. Nümayəndəsindən sonra Çin'de ikinci adam gelir. Sivil İş Konsolu Komitəsinin katibi, o da Ulduzludur mənə cəsət biləməmsə. İndi o yoxsa, elə bir o indi çıxış eləyib. O işinə gəlmən eləsin, biz onu eşidirik. Ona görə yenə sıramız davam edir. Tofiq, buyur, söz sənindir. Və bundan sonra mən deməyəcəm. O gələcəyinə belə Demək lazımdır da. O belə Təbrik edirəm. Gülər gün olsun ki, 100 il siz də belə keçin. 100 il yaşayasın. Sağ ol. 101 dolar, 100 dolar. Güzel yeri olur. Yüzde sağ. Telefonla çasıl başladığınızdan Türkiye'nin bir film gibi verilişi var. Benim çoxlarınız baksın ama çok nadirlərdə baxaraq. Verilişi mövzundadır ki, iki nəfər bir-biriyle aile arasında bir münaqişə olursa, o münaqişəni ekran vasitəsilə yatırmaq üçün görüş təşkil olunur. Biri gəlir gözləyir, münaqişə tərəfinin ikinci tərəfi nə vaxt gələcək, gəlməyəcək. Qapı belə açılır, oturur orada gözləyir ki, kimsə gələcək, gəlməyəcək. Çox belə həyəcanlı hallarıdır. Doları belə düzəltmişdik. Hamının üzündə nəsə belə ağırlıq vardı, qəmcinlik vardı, bax, heç kim gəlmədi. İndi bizə nə deyilir, qızlardan heç kim gəlmədi, oğlumlar gəlmişik. Biz də gördük ki, oradan Qarşının ucu göründülər. Gəldilər, çox gözəl gəldilər, xoş gəldilər. Və sırada qızımız, bacımız, Mehriban oturub. Mehribanı mən tanımadım. Malahatı üzr istəyirəm. Malahatı bağışlamalı. Çok heyecanlısın. Buyur, söz sən buna, buyur. Yoldaş gibi daha Danışma olacaq deyə hazırlaşaq. Birinci öz məlumatınıza təşəkkür etmək istəyirəm. Üzərimizdə çox haqqı vardı. Əvvəl düzdür çox oxumuşuq. Axırı bəzi o bəzi də bir müxtəlif telefonlara görə yox. İmkan məsələn daxilimdə evdə elə bilməsin imkan olmadı da əslində daxilimdə elə bir oxumamışıq. Əsas odur ki, insan birinci valideyn elə bir aslında o vaxt boş olmuyor. Yox, birinci insana elə bir başqasına yola gətirən valideyn. İstiqamatdan Üçü imkan verirdi, hala qiymətlər cavab edir. Seçən imkan vermiş kəslikdir. Allah seni. Sağlıq olsun, daldan arxadan yolunu davam elətdirən olacaqdır. Bu qız birinci sinifdə oxuyan qız, deyim o, mən özüm oxuyacağım, həkim olacağım. Sən çox darıxmazsan, istəyir, sən müəllimiyi görmək istəyirən, görün mənim müəlliməm ən gözəl müəllimdir məktəbdə. Görün hansının gözəldir. Yenə də deyim, mənim öz müəllimim gözəldir. İstərdim bizim kimi həmişə müəlliminə belə sadiq olsunlar, yoldaşlarımız. Rəna müəllim, mənim düşməm rənadır. Hamısı müəllimlərin sadiq olsunlar, bizim evlatlarımız vaxt olsun ki, belə 20 illik qeyd eləsinlər. Aramızda müəllimlər, həkimlər, kolxozlar, hamısı vardır. Hamısının uzun ömürlər, can sağlığı arzulayıram. Bu qədər, daha nə deyim? Sağ ol, sənə dik qoymuşsan da. Çok sağ olun. Sen çok güzel danıştın, çok güzel sözler dedin. Hakkım Allah'a çok okuydu, ama var.
Çox gözəl. Hənən öz əl qabiliyyəti var. Mən bu gün öz tarım müəllimimə və sinif yoldaşlarıma səmimi minnətdarlıqla təbrik edirəm. Ona görə ki, tabii siz çox sağ olun ki, məktəb illərindən 20 il sonra siz bizi bir stol arxasına yığır, siz bizi burada çox sevindirdiniz. Mən arzu edərdim ki, bütün sinif yoldaşlarım, oğlanlar və qızlar, tarım müəllimə başda olmaqla sizə həyatda uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi, öz balalarınızın yanında Allah açıq həyat sürüb, xoşbəxt həyat uzun ömrünə yaşayasınız. Hava buyursa sən. Birinci danışmaqdan çox icazə verin, belə bolla kameraya düşünməyin. Açıq deyib oturmuşdum orada. Oturmuşum, Allah'ın nasip verə bir də fikir verdim, baxdım görüm siz baxmısınız. İstədim deyim, bir nə oldu bax mənim alım bədənimə, oturmayacağım, Həqiqətən də biz ani olaraq, yəni bu 1 saat olar, 2 saat olar, uşaqlığımızda, keçmişimizdə qayıtdır. Bunun böyülüyü ondadır ki, bütün ailə problemlərimiz, hər problem qaldı o tərəfdə, indi elə balaca uşaqlar biz ilk 1-ci sinifə gəldiyimiz vaxtımızdır. Vallahi, hava deyib fikirləşirəm, mən bəlkə bir ay bundan qabaq hazırlaşmışdım, elə bir gözəl çıxış edeyim ki, böyle Kemal kimi elə təbii danışmaq hamısından yaxşıdır. Ona görə də icazə verin, mən sizləri təbrik edeyim. Yəni, buraya gəlməyib, gəlmək istəyənlərin hər biri, yəni onları da təbrik edəcək. Ola bilsin, nə vaxtsa kaset vasitəsi, video vasitəsi ilə baxacaqlar buna. Mənim arzum odur ki, 30 illiyimizi bundan da gözəl şəkildə, təntənəli, hər halda bu ilkin idi. Ola bilsin, bizdən sonra gələcəkdə, biz bunun bayaq him dediniz, himi ucu atıldı. Ola bilsin ki, o birisi siniflər də bunları ucu təşkil edəcəklər, bizə baxır. Həqiqətən də elə məktəbdə oxuduğumuz da vaxtda onu bizim az sinifindən çox örnək götürürlər, o birisi siniflər. Bu örnəyi də bizdən götürsünlər. Arzu eləyərəm ki, 30 illiyimiz bundan da gözəl keçdi, geniş şəkildə. Vallahi, Kemal hamısına yaxşı ürəkdən gəlməlidir, bu ki, mən hazırlaşmayardı. Hamınızı təbrik edirəm, sağ olun. Sağ olun. Vallahi, hamısı yoxdan çıxdı, hava imkan verməlidir. Mən də sənin başına orada görüşürəm. Sağ olun da, hamımızı bir yere yığmışsınız ki, sizə Təzəndən təzəndən öz ailəmizi tanışırıq. Sağ olun. Sağ olun. Yoxduma düşdükcə nə deyəcəm? Mən gələcəkə öz millət tofiq Azərbaycanı arada Sağ olun. Bunun sebebini telefon muhaş edecek mi belə biz bu ağaçlar Dediklərinizi yığdı da beynində, ailələr. Ben bu akşam Aramızda məlumatlar, onlar da ziyarətdə öz şahidlərlə yaxşı yaxdırırsınız. Çox uşaqlar Kemal verir. Uşaqlar çox cəzalandırmasınlar. Allah bir zaman təşkil edilibdir ki, bazardan başqa yazılar falan söylürlər. Allah zaman yaxşıdır. Bayramla yola çəkirlər. Haqqım var deyə hər şey olsun. İcazə verin edək. Danış. Bu? Burada buna elə baxıram, oturanların hamısı evlidir. Buna görə də çox cüzi miqdarda etika dərəcəsindən qırava çıxa bilərik. O sözümün əsl mənasına gətirib çıxarmaq istəyirəm. Bir günləri biz kişiyə gəlirlər, deyirlər ki, sənin uşağın uğurlu elədi. Deyir, ola bilməz, mənim uşağım heç vaxt uğurlu elədi. Deyirlər, o ki, elədi də, bax, keçdi, mənim həyatımdan toyuğu götürdü, istəyir. Fikirləşir, müdüş adam olur. Gəlir yoldaşın yanına, deyir, ay gözüm, nə məsələdir? Mən bax, şu uşağım, mənim özüm uğurlu olmamışam, valideynim uğurlu olmuyor. Uşağım nətər olur uğurlu olur? Yoldaşı fikirləşir, deyir, ola bilər. Deyir, baxın, necə ola bilər? Deyir, mən kasıbçılıq dövrüydü, hamilərdir. Gördüm ki, həyətdə nar satırlar, onlara mənim tamamım düşdü. Nar almağa pulum olmadı, getdim iğnə ilə narı deşdim, onun suyundan bir balısı içdim. Ola bilər ki, mənim uşağım bir dəfə uğurlu eləsin. Sözümün mənası nədir, istəyirəm? Sözümün mənası ondadır ki, bu görüş ola bilsin ki, 20 ildən sonra yox, 30 ildən sonra yox. Nə vaxt olmalıydı? Ona görə ki, bu sinif A sinifi
və A sinifinin sinif rəhbəri idarə müəllimi olubdur. Bu sinifin təməlini qoyan idarə müəllimi olubdur. Ona görə bu sinif yığışmalı idi. Bu dəqiqə biz 20 dəqiqə bundan əvvəldən Çomalla getdik nəsə gətirməyə, Nizami ilə danışıram. Mən hiss elədim ki, o bizim sinifə paxıllıq edir. Yəni ki, bizim sinifin bu cür bir yerə yığışmasına paxıllıq edir ki, nə olardı biz də yığışarıq. İkinci böyük mənası bunun bundadır ki, yığışmağımızın. Necə siz deyirsiniz ki, mən məsələ Qasım tanımadım istəyir. Mən də tanımadım. Burada oturanların, məsələ Hanını mən tanımadım. Eyni zamanda yəqin ki, burada oturan qızlardan da, oğlanları qırava çıxdım, qızlardan da tanımadım. Ancaq nə vaxtsa, hardasa, kiməsə rast gəlirsən, hiss edirsən ki, sənin orada kiminsə var. Ürəkli olursan, ürəkli olursan. Allah bizi, nə bilim, Hanının işlədiyi yerə qismət eləməz. Getməyək ora. Ancaq nə vaxtsa ora yolumuz düşsə, hardasa bir ürəyimiz olacaq. Deyəcək ki, var, kimsə var. Sonra formalaşmağımızın bu gün üçün deyib gülməyimizin əsas səbəbkarı sizsiniz. Ona görə ki, təməl sizindir. Təməli siz qoyursunuz. Nüsrət Kəsəmanlıya bir gün oğlu gəlir, Nüsrət Kəsəmanlı çox kasıb adam olur, yetim olur. Oğlu gəlir, deyir, mənim ayaqqabım yoxdur, nə bilim nə, belə plan düşmüşəm. Bu oğlun, bunu da gətirirəm sizin o ailə ilə, etika ilə danışmağa. Oğlun, məlum şeydə ata oğluna deyə də bilərdi ki, çıx get, bunu yoxdur, almıram, nə bilim nəsə. Nüsrət Kəsəmanlı oğlun çox sadə yolundan başa salır. Deyir ki, olan oğlu ötən ötüb bəlkə. Bundan sonra kövrəlməyi yedim. Ömrü boyu belə olub mənim ki, Allahımdan biri vardı, biri yox. Uzaq idi mən istəyən uzaqlar. Ürəyimdən gəlib keçdi sazaqlar. Atalı idi, analı idi uşaqlar. Bizdə isə biri vardı, biri yox. Gözlərimə doldurardım yağışı, bir köynək də keçirərdim mən işi. Şalvar, pencək, geyinərdi taytışım. Məndə isə biri vardı, biri yox. Sevinirdim tələbəyə deyəndə. Utanırdım dost pencəyə deyəndə. Məlumla dil tapa bilməyəndə, qiymətimin biri vardı, biri yox. Mən orada nələr görüb getmişdim. İki qıza könül verib getmişdim. Qaydamda biri vardı, biri yox. Sonra Allah, bir daha sizə təşəkkür edirik. Bir daha bura, bu məclisi təşkil eləyənlərə, yəni ki, bu stolları hazırlanmasında zərrə qədər əziyyət çəkənlərə, və çəkməyənlərə. Bura gələnlərə və gəlməyənlərə, yəni ki, Tofilinin dediyi kimi cismən burada yox, ruhən burada olanların hamısına təşəkkür edək. Nə vaxtsa rastlaşarıq, nə vaxtsa yüzlər gələrik və hiss edərik ki, bizim də haradasa kimimiz var. Sağ olun. Sarım Allah, sizin çox böyük əməyiniz olur. Birinci ailəmizin, atamızın, anamızın. Əsas məqsəd sizin ki, təməli siz qoymusunuz. Allah cəza Bir-birimizə bu günləri hörmət eləməkdə, bir-birimizə salam verməkdə siz öyrətmişsiniz. Formalaşmağımızı siz öyrətmişsiniz. Sizə təşəkkür ediyorum. Sağ olun. Ailələrdə isə mehribançılıq arzuluydu. Ailədə sizə mehribançılıq arzuluydu. Rasim, bizler saçınızı sinirden sonra geçti. Fazla kursdu yani. Saçını sinirli yetimler seçimi 33 yıl evlerde mektebe çekti. Sonradan O da bir şey söyleyeyim. öyle bir pencereler de olurdu. Rasim'le doğrudan çoktan da görmüyordu. Adasa bir 15 yıl olardı görmüyordu. Oradan da Rasim bugünkü çıkışı çok güzel çıkış ederdi. Şehirlerin efsanelerdi. Çünkü o niye göre çıkış ederdi? Çünkü o 10. sınıfının şairdi. 10. sınıfının getirmesi. Başka dizi olabilmezdi. Bazı dostlar bu görüşümüzü gerçekleşmesine... Bir daha konuşmaya evde olmak olsun biraz. Ondan yanlış bir şey düşmeyecek.
gerçekleşmesinde Nədir bilmək olmaz. İlk növbədə qızlara böyük minnətdarlığımı bildirirəm ki, bunlar bizim görüşümüzün İstərim Əla başlamaq gerçəkləşməsində böyük rol oynadı. Və bu görüşün ideyasını verən şəxs Aypərdir. Aypər Əliyevdir, bizim sinif yoldaşımızdır. İdeyanı verən oğluqdur. Onu yerinə yetirən, onu axla çatan Rızaqlı müəllimdən mən olmuşum. Rızaqlı müəllim 500 konturu gelib, nə qədər konturu gelib? 1200, bu cündə zərdə şişədir. Aman da konturu gelib, aman da şart verəcəyimiz. Buna 2001 gəlişi. Mənim ya, Rəcəbən qızlara öz dərin minnətlərimi bildirirəm. Yəni, biz onsuz da yetişəcəkdik. Biz gələcəkdik. Amma siz gəlməndə məclis bu gün olmayacaqdır. Doğrudan da hamımız bu gün fərəh hiss keçirdik. Bəlkə də elə biraz pərişan olacaqdıq, nə bilim, ovqatımız tərk olacaqdı ki, niyə belə oldu, nə oldu? Amma sizin gəlməyiniz doğrudan da bizə böyük bir qürur hissi verdi. Və biz, yoldaşlarımız dedilər, uşaqlarına hamısı dedilər, çalışacağıq ki, bundan sonraki 30 illik deyək ki, 25 illik bir deyərəm, onu dəqiq deyəmirəm başdan. Amma anavası olacaq, o xəbər çıxacaqdır. Ona elə bir səviyyədə təşkil edək ki, hamımız burada olaq. Hamımız işləyəcək. Yəni, mən elə bilirəm ki, o gəlməyənlər də elə bizim əmdə bugün. Onların da qəlbi buradadır, fikirləri buradadır. İnanın ki, işdə olanların mən elə bilirəm ki, əli də işləyir ki, elə fikri buradadır ki, görən nədir, necədir. Bəli, biz bunu əvvəldən planlaşdırmışdıq. Planlaşdırmışız ki, doğrudan da belə bir tədbir seçilməlidir. Burada qeyd olundu. Ben bir daha farklılaşmak istedim. Biraz da səhv gelibdi. 91 yazılmaydı, 86 yazıldı. 25 may 86. Yani 10 il yazmamıştı, 5 illik yazmışdı. Ama 10 illiyi biz qeyd elədik. Düzdür, bu səviyyədə qeyd eləməmişdik. Amma yenə də qeyd eləmişdik. 20 illik gəlirdi, 20 illiyi də planlaşdırdıq. Bizim çoxdan başlamışıq bu fəaliyyətə. Bir aydan çox olar mənə gəlişdir. Daha doğrusu Novruz bayramı. Novruz bayramında bir gün yılları görüşdük. Və belə qərara gəldi ki, çox müzakirədən sonra çoxlu variantlar oldu. Axır belə qərara gəldi ki, madam ki, son zanki 25 ildir, elə bu görüşün özü də 25-ə keçdi. 25 May'a son zanki günü olsun. Yəni ki, şimdi biz operatora deyəcəyik, aşağıda da bir kəsiş yaparsın, montaj edəyək bir yerdə. Yəni 20 ildən sonraki görüş, indisi görüş. Müqayisəli bir xarakterində olar. Məqsəd də oydu ki, o günə düşünün ki, o müqayisəli xarakterlə qura bilər. Və mən yenə deyirəm, deməyə söz çoxdur. Adam bilmir, bizə qul demişlər, nədən başlasın, nədən qutarsın. Amma ən başlıqsı oldu ki, bugün bir aradayıq, bir yerə yaşa bildik. Bu bizim üçün ən böyük fərəhdir, ən böyük iftar sizidir. Və yenə deyirəm, mən hamınıza bir daha öz dərin təşəkkürümü bildirirəm. İnanın, bəlkə də, neyi deyim baba? Kızım size sana bir şeyimiz olmazdı. Maşallah kafam kızın özünden de görüştürmüş. Soru olaydı. Can Ayla. Gel. Ruhsat. Arzu edirəm ki, gələn o görüşlərimiz, qeyd edədiyim kimi, 20 illiyimiz qeyd edilir bugün. 25 illiyimiz, 30 illiyimiz və havası qeyd alınında. Bundan geniş şəkildə, yəni çalışan hamımız iştirak edəni, hamını ivarə bir yerə. İndi burada söhbət gedir ki, 20 ildir görüşməyənlər var. Elədir ki, o kənarda olanların hamısı kənarda olublar həmişə. Mən inanım ki, bunların çoxunu elə 15-20 ildir görmürük. Ona görə də yığışmamız bir yerə, istər-istəməz aramızda bu münasibəti daha da dərinləşdirir. Əlaqələrimiz yaranır. Bəzən əlaqələrimizi itirmiş oluruq. Və mən sizin qarşınızda bir də söz verirəm ki, inanın, çalışacağız ki, o növbəti görüşdə bundan yüksək səviyyədə, deyirəm, bundan geniş şəkildə təşkil olunacaqdır. Yəni biz öz misyonumuzu davam etdirəcəyik. Sizə də arzu oldu ki, siz də bu misyonu biraz genişləndirə bilərsiniz. Sağ olun. Nə tofiqi deyə bilərəm, amma Kamalı deyə bilərəm. Kamal necə oldu? Kamal niyə çıxdı neşəyə? Kamal, anam səndən çox razılıq eləyir, bir oğul kimi.
Ona mən deyərəm, istəməmişsiniz. Çamoş, səndən də razıdır anan yenə bir oğul kimi. İndi bu iki oğulları analarının mənə dediklərinə görə təxir edirəm ki, ana oğuldan razıdır. Ondan sonra isə bu şeiri sizə təqdim edirəm. Mənim sizə indi də hər şey deməyə haqqım çatar. Əsasən ailədə yola getməyə. Qadının dili qısa olmalıdır. Kişinin dili şirin, acı dilli qadını da şirin dilə gətirib çıxartmalıdır. Onu utanmadan dedim ki, başı tumarlamaq, qadına qarşı mehribançılıq hamını başa düşürsünüz. Buna görə buna qulaq asın. Qulaq asmaqla bərabər bunu yerinə yetir. Öləndən sonra hörmət lazım deyil. Valideyn sağ ikən saymayan evlad. Öləndə hörmətin başına dəysin. Cənazə başında qoparan fəryad, həşir qiyamətin başına dəysin. Evladsan, atanı sağ ikən ara. Anan ağ deyəndə sən demə qara. Onlar bu dünyadan köçəndən sonra xərcin, bol eysanın başına dəysin. Ananı, atanı sağ vaxtda istər. Mərdliyin deyilsin eldə, məclisdə. Öləndə pul tökür, qəbrimin üstə, verdiyin zinətin başına dərsin. Sağ ol. Atanı, ananı kim çox istəsə, el oba afərin deyər o kəsə. Diri ikən qədrimi bilməmisənsə, öləndə zəhmətin başına dərsin. Sağ ol. Anadır, atadır varlığın sənin. Onlarsız böyüyən, törəyən hanı. Şah olsan da ziyarət etməsən onu, taxtın, səltənətin başına dərsin. Şahsan, ananı saymırsansa, o zinət sənə lazımsızdır. Ey Allah, gənc nəslə eylə nəsiyyət, diriyə hörmət var, ölüyə zinət. Atana zülm etsən, anana nifrət, kişilik qeyrətin başına dərsin. Anaya nifrət lazım deyil. Ananı nə vaxt axtarmaq lazımdır? Ananın gözü tutulanda, ananın əli əsəndə, ana tamamilə əgər hamının yanında hörmətdən düşübsə, gəlinlər yanında hörmətdən düşübsə, oğul həm ana olmalıdır anasına, həm ata olmalıdır anasına, həm gəlin olmalıdır anasına, həm qız olmalıdır anasına. Onda analar sizdən razı qalar, ailəni yaşatmaq hər bir kişinin borcudur, anaya hörmət eləmək bütün oğulların borcudur. Sağ olun, analarınıza qarşı hörmətinizi bitirməyin. Sağ ol. Bir dəqiqə, Buyurun. Sonra müəllimənin bizim böyüməyimizdə, formalaşmamızda yenə təkririnin böyük rol olubdur. Mən arzu edirəm ki, sizin hamınızın adından arzu edirəm ki, İstədə müəllimənin neçə bizim kimi belə məzunlar olsun, şagirdlər olsun, şagirdlərinin hamısı İstədə müəlliməyə layiq şagirdlər, İstədə müəllimə də onlara həmişəsi kimi layiq sinif rəhbəri müəllim olsun. İstədə müəllimə, Rasim buyurun, sözün arası deyil. İstədə müəllimə, onurdu adından kiçik təqdim edirik sizə. Sağ olun. Mən heç belə təsəvvür eləmirəm. O qədər də böyük əhəmiyyəti olmaz, ancaq bir hədiyyənin kiçiyi də böyüyü də olur. Mənim üçün bu elə bir... Yəqin Bu ki... 40 ildə birinci dəfədir mən belə təbrik görürəm. Çox sağ olun, bütün kollektivə öz minnətdarlığımı bildirirəm. Belə yada saldığınıza görə doğrudan da mən sizin üstünüzdə çəkdiyim əziyyəti heç bilirəm, xoşbəxtlik bilirəm. Sağ olun. Birinci sinifdə İstədə müəllimə bizə dərs verdiyi kimi, bu gün də böyük həyat dərsi verdi. Dediyi, söylədiyi şeirinə böyük həyat dərsi verdi. Əgər yadınızda saxlaya bilsək, çox böyük şeydir. Sağ olun. Sağ olun. Sağ olun.
məktəb illərində yoğrulur, bəli, məktəbdə yoğrulur, məktəbdə formalaşır. Hamınızın qəlbində mən elə gəlir ki, qəlbinin dərin güşəsində kimə qarşısa incə bir məhəbbət hissi baş qaldırıbdır. Hamının məhəbbət olur. Yəni məhəbbət eşqi, məhəbbət həvəsi olmaq, o vaxtdan yaranır. Deməm o idi ki, məktəb illəri qaydasız bir həyat ötəsi. Qaydasız öyrəncilərdir. Heç bir problem yox. Sonradan məktəb qutarandan sonra qayğılı, problemli bir həyata addım atdıq. Yəni Kamal atıstatı aldıq. Yəni çıxdıqlarında, indi də qulaqlarında kimsə deyir ki, İsrafil ilə cəmidə aparıcı deməli gəldi ki, Kamal atıstatı adası, Kamal atıstatı. Sonradan qayğılı həyata keçdik. Burada danışın. Sağ olun Tofiq, mənə söz verdiyiniz üçün. Öz minnətdarlığımı bildirirəm, birinci tarix müəlliməyə. Ona görə ki, o bizim birinci sinif müəlliməmiz olub, 10-cu sinifə qədər. İndi də yenə də mən ona elə öz müəlliməm kimi, elə birinci sinifdə oxuyuram. Öz minnətdarlığımı bir də bildirirəm. Sonra sinif yoldaşlarımı, oğlanlara uzun ömür, can sağlığı arzularım. Qızlara da, oğlanlara da elə biz çıxlar. Ona görə ki, 20 ildən sonra bizi... O hadaydı o. 20 ildən sonra bizi bir yerə gəliblər. İnanılmaz bir şey. 20 ildən sonra birbirimizi görürük. Həqiqətən də mən sinif yoldaşım Rasimi tanımadım. Dedilər görüş, mən dedim o kim demədim ondan görüşüm. Bir də Camalı tanımadım. Dedim onlar kimdir? Yad kişilər, onlarla görüşüm. Həqiqətən tanımadım. Həqiqətən də tanımadım. Kimi onlarla görüşüm. Dedilər görüş. Tabii dedi görüş dedim yox da o kimdir mən onunla görüşüm. Arz eləyərəm ki sinif yoldaşlarımdan, sizi oğlanlı, qızlı, mənim kimi olmasınlar, heç bir evlatları da mənim kimi olmasınlar. Mən əvvəl oxumadım, nə bilim, qaynatam qoymadı da oxumağa. Sonra uşaqlar da böyüyəndən sonra indi oxuyuram, 3-cü kursdayam, müəlliməyə. Arz eləyirəm sinif yoldaşlarımın uşaqları da oxusunlar. Hansı ki oxumayıblar, özləri oxumayıb, heç olmasa uşaqları oxusunlar. Oxumaq yaxşıdır. Heç oxumaq özünü qocalığa, böyüklüyə də baxmır, xırdalığa da baxmır. Mən indi 36 yaşında olsam da yenə də deyirəm, bəlkə elə Sərə müəllimə dərs deyir, mən elə 10-cu sinifdə oxuyuram, bu illərdə elə getmişəm, elə yenə də məzunam, oxuyuram. Sağ olun. Söz aldı, dəxlinə verə. Təkcə bir ömürlük, qərinə verə. Umdum nə verdi ki, küsəm nə verə. Mən belə dünyanın nəyindən ikisiz. İtirib özünün də dünya. Toyların, yasların özülü dünya. Əlim ətəyindən üzülü dünya. Mən belə dünyanın nəyindən ikisiz. Tabii, həyat genişli, yoxuşludur. Asan və çətindir. Bu günə qədər nə eləmişik? Hər birimizin səhvi olur. Lakin bu gün Sitarə müəllimənin sayəsi nəticəsində öz səhvimizi düzəldə bilərik. Bax, şəxsən mən özümü deyirəm, burada oturanların hamımız evliyik, evliyik. Şəxsən mən heç birinin toyunda iştirak eləməmişəm və bunlar da mənim toyunda iştirak eləmişəm. Çərə eləyərsiniz. İndi bu səhvimizi düzəltmək üçün, mən təklif edirəm ki, heç olmasa telefon numaralarını götürək. Sarı malımı üzr istəyirəm, bir söz sizə deyim, mən atamın yanında mən sigaret çəkirdim. Ancaq indi mən burada sigaret çəkirdə bir növ birdən eləmişim, mən belə nəsə belə hissiyat edirmiş, və sarı malımı orada baxır, mən sigaret çəkirəm, tez keçdim o tərəfə. Nəsə, bu üzr istəyirəm dediyim sözə görə, təklif edirəm ki, heç olmasa o balacaların kiçik toyu olacaq, böyük toyu olacaq. Bax, bir-birimizlə əlaqəmiz olsun. Yəni ki, telefon numarası verək. Bu aslında mənim təklifim yox, halının təklifidir. Nəyə görəsə mən dedim, çox gözəl təklifdir. O telefon numaralarını heç olmasa götürək, adresləri götürək. 20 il bundan qabaq bizim məktəbimizi bitirmiş məzunların bu il 20 illikləri qeyd edirlər. Və həmin o məzunlardan bizim qonağımız var. Mən xahiş edirəm, o qonağımız gəlsin. Öz ürək sözlərini bizim bugünkü məzunlarımıza desin. Alqışlarınız.
Çok sağ olun. Davet için başta müəllim kollektivi, başta müdüriyet olmakla sizin hamınıza dərin minnətdarlığımı bildirirəm. Aziz dostlar, müəllimin qeyd elədiyi kimi düz 20 il bundan əvvəl, yəni 1981-ci ildə biz də sizin kimi hər şeydən bir xəbər, qayğısız, danışana qulaq asmayan belə bir vəziyyətdə 20 illiyimizi, məzun dövrümüzü, yəni məktəbimizi qurtarmamızın son zəncini qeyd edirik. Bugün siz son zəncinizi bizim son zəncinizi qeyd eləməyimizdən 20 il keçibdir. Mən arzu edirəm ki, siz təkcə 20 illiyimizi deyil, 50 illiyimizi, 100 illiyimizi qeyd edirsiniz. Aziz dostlar, sizin bizim görüşümüz üst-üstə düşür. Yəni, bugün Ümumi Azərbaycan üzrə məzun görüşümüz, son zərfimiz. Bugün 11-ci sınıfı, bizim vaxtımızda 10-cu sınıfı böyük uğurları fəaliyyətlə bitirən gənclər həyata öz sərbəst addımlarını atırlar. Kamal attestat alırlar və öz gələcəklərini müəyyənləşdirirlər. Mən arzu edirəm ki, sizin gələcək həyatınız uğurlu olsun, heç bir maneələrə rast gəlməsin. Biz bu 20 ildə Vətənimiz Azərbaycanın həyatında çətin yolları yaşadık, çətin günləri yaşadık. Müstəqilliyimizə nail olduq. Bu müstəqilliyin kazanılmasında itkilər verdik. Təsadüfi deyişi sizin məktəbinizdə şəhid Səməd İsmailovun adını daşıyır. Allah Səməd İsmailovun simasında bütün şəhidlərimizə rəhmət eləsin. Mən ümidvaram ki, bu məktəbin, Nehrəm Kənd Pirsaliyozlu məktəbinin məzunları gələcəkdə təkcə Nehrəmin deyil, Naxçıvanın deyil, Azərbaycanın adını bütün dünyada təmsil edəcəklər. Bu məktəbdən burada oturan şagirdlər gələcəyin böyük şəxsiyyətləri olacaqlar. Heydər Əliyevə layiq övladlar olacaqlar. Aziz dostlar, bu günlər sizin xatirinizdən heç vaxt silinməyəcək. Necə ki bizim xatirimizdən silinməyib. Burada oturan müəllimlərin də xatirindən silinməyib. Yəni, biz məktəbdən sonra bir çoxlarımız, o cümlədən sizin müəllimləriniz də ali məktəb, institut, universitet həyatı keçiblər. Ancaq dövrləri insanın həyatında nə qədər qalırsa, məktəb illəri, məktəb yolları insanın həyatından heç vaxt silinmir. Ona görə ki, alnı açıq, ağ bir kağız kimi saf ürəkli bu uşaqların qəlblərinə nə girirsə, yaddaşlarına nə girirsə, ömrünün axırına qədər onu takip edir. Çoxunuzun, bilməyərəkdən çoxunuzun səhvi olubdur. Bu səhvləri düzəltmək sizin özünüzün öhdəsinə düşür. Yəni bu həyatda, bu dünyada səhv eləməmək mümkün deyil. İnsan səhv eləyə öyrənir. Mən arzu edirəm ki, sizin heç biriniz səhv eləməyəsiniz. Müəllimlərinizin etimadınızı doğrulasınız. Sizi ali məktəblərdə görmək istəyirik. Müəllimlərinizin hörmətini saxlamağınızı arzu edirik. Və bir daha bu məktəb kollektivinə, başda məktəbin müdiri olmaqla, bu müəllim olmaqla, bütün müəllim kollektivinə, şagird kollektivinə
Dərin minnətdarlığımı bildirirəm. Sizi də 11-ci sinifi qurtarmaq münasibətilə təbrik edirəm. Sizin bantlarınızda 21-ci əsrin məzunları yazılır. Əgər 20-ci əsr elmi texnikanın əsri idisə, 21-ci əsr sizin əsrinizdir. Cahanda olan bir çox problemlərin həlli sizi gözləyir. Bu məsələlərin həllinin inkişafında sizin hamınıza uğurlar arzu edirəm. Sizi bir daha təbrik edirəm öz adımdan və 20 il bundan əvvəl məzun olmuş məzunların adından hamınızı təbrik edirəm. Çox sağ olun, dəvətə görə, çox sağ olun. Biz də məktəbimizin məzunları adından sizə təşəkkür edirik ki, gəldiniz bizim şənliyimizi zinətləndirdiniz və bizim məktəbin məzunlarından sizin 20 illiyiz münasibətlə təbrik edirik və bu balaca hədiyyəni bizim məzunlarımızdan sizə hədiyyə satılmaq üçün veririk. Təbrik edirik, sağ olun. Sağ olsun. Mən fikirlərimi oxuyuram. İstinbazını doldurmaq sözləri deyil. İntiqam gəldi ki, çoxu bizim sinifdə ən mədəni Sözün əsl mənasına da elədi. Çoxu Akif demək bizim ilk sinif domuz oldu. Kamaldan qaba sinif domuz oldu. Əvvəllər çox yaxşı oxuyurdu. Birinci, ikinci sinifdə çox yaxşı oxuyur. Bizi də çox yaxşı döyər. Sonra da parazit həyat dərsini keçdi. Çoxlar döyüb, bunu olmalı. Onlar da sinifon qoydular da. Rasim də sinifon oldu. Ben de oldu. Rasim sinifon oldu. Birinci sinifdə də Rasim var. 2 yıl oldu Rasim. Ona görə əvvələn tez aldılar, sinifonu saxlayamadan. Çocuğun başdan Akif'in 2 dənə qonşusu vardı. İsrafillə qalsın. Onlar mənə göz verərdi, işıq verməzdi ikinci sinifdə. Yazma gəlirdilər o köynə məktəbinin həyətində. Elə dilə axtardılar ki, məni döysünlər. Ancaq bir Rasim belə köymə çıxırdı, indiyə qədər mənim yadımdan çıxmayıb. Ola bilər ki, Rasimin xatirəsindən onlar silinsin. Akif də bizim hörmətli dostumuzdur, hörmətli sinif yoldaşımızdır. Çox hörmətli. Buna yer alasında 11 Akif, söz sənədir. 7 bir yaşadı bugün bu. Çok sağ olun. Güzel günlere bana bir söz verdik. Ben buraya gelen bütün bacılarımızın hamısına minnettarlık bildirmek istedim ki, şimdi böyle bir tedbire gelmişsiniz. Doğrudan da bir şahsıyla vardı, şahsen bizim özümüz de burada səhər birinci mən buraya gelmişim. O televizyon söhbət olmuşlar, səhsizdə yazıyıq. Ancaq gəlib buraya demək, gelip Şamanın dalınca, Şamanla buraya nəzir mən istədiyimə. Ahırı demək, saat 11 tamam idi ediyorlar. Biz de inanmadık ki, yalanlar da soruştum ki, alay tarafçı, o yüzden diyordu. Onlar da diyor ki, dediler ki, hiç inanmıyoruz bana geleceği yani ki. Umudumuz o kadar yok. Çok şükür uğraşırız. Nomur çalacaklar ama gelmiyor. Yok çalmış. Nomur çalacaklar. Neyse bizim inanmamız oldu. Daha daşlandırmış bu arada. Bu inanmamız doğrultuya göre size minnettarımızı bildiririk. Doğrudan da ananın bəsmə borcu övladı 7 yaşına qədər ən əzəl günlərindən biri oldu. Yəni uşağın müəllimlərin boyuna doğrudan ən ağır günləri müəllimlər çəkir. Yəni Ruşqanı bir dənə tələbənin əlində saxlaması üçün istərə müəllimə mən bir də yadındadır. Çox vaxtı sol qoluna yazanlar da olurdu bizim sinifdə. Ona deyirdi yani ki, sağ qoluna yazmalısan, ya Ruşqanı necə tutmağa da gəlirdi. Baxırdım ki, 45 dəqiqənin ərzində 10 dəqiqə, 15 dəqiqə məsələn deyə əsəbləşirdi. Yəni evdə analarımız bizim üstümüzdə o qədər əsəbləşmirdi, müəllimələrimiz bizim üstümüzdə qoydu. O zəhməti şəhidinizə görə bütün kollektiv adından mən Sıtıra müəlliməyə minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan da Sıtıra müəllimə bizə həm ana olubdu, həm müəlliməmiz olubdu. Yəni Sıtıra müəllimənin bütün fikirlərində qoyduğu ki, yəni ki, oxuyub nəyisə əldə eləmək. Doğrudan da mən indi oxumamışım, peşmançılığını çəkirəm. Yenə şükür Allah'a ki,
əlimizdə bir iş gəlir, o işin sənət sahibi işləyirik, ailəmizi, uşağımızı dolandırırıq. Doğrudan da istəyirəm müəllim bu sözləri həmişə deyərdi. Mən baxıram bu gün yazıram. Özü güclü yazıram. Mənim yazdıqlarım hamısı daşdan geçir. Doğrudan mən o yazdığıma görə də sizə müəllimə böyük minnətdarlığımı deyirəm ki, hamd olsun Allaha. Yəni mən birdən o yazmağı bilməsəydim, mən çox qapılar döyükləyəcəkdim, mən bildim. Bəli, sinifdə kontrol yazında elə o ki, mənim kontrolumu Əsrafıl yazıbdır, Kemal ilə mənim çox kontrollarımı yazıbdır. Sağ olsunlar. Ancaq mən bugün sırf savadsız deyirəm. Yəni ki, nəyəsə əldə eləməsi özümə idarə edirəm. Allah sizin müəllimə rəhmət eləsin. Sizin müəllim də doğrudan bizim zəhmətimizi çox çəkibdir. Mən bir vaxtı 8-ci sinifdə biz Bostan Ədiköldə, ilişim yadındadır. Mən rəhmətli yadımdan xəlbət gedib gecə məktəbini yazırdım. Dedim müəllimə icazə almışam. 3 ay mən gitdim gecələr gecə məktəbini oraya, hərdən bir. 3 aydan sonra Hüseyin müəllim gəldi oraya məktəbə. Məni çağırdı koridora, həmən gəlin oxulu qadarla məktəbdən. Dedi, açıq, mənim səhər bizdən vəsiyyətimdir ki, sən həmişə bugünün yaxında görməcəksən. Sənin yanı bugün dayın vardı, onların dayısıdır orada. Kimlər gedib onun hesabına təhsil sənə sahib olur. Ancaq sən bu gecə məktəbində oxuduğuna görə xətiyyət çəkib utanmalısan. Yəni sən bugün məktəbə gəlmirsən belədir. Mən oradan həmən bu gündən gəldim, bura yenə məktəbə umumiliyimizi qutarıq, söhbətlər. Mən nə arzulayı bilərəm? Bir onu arzulayı bilərəm ki, bu 3-cü yaşda mən bu məktəbdə oluram. 84-cü ildə mən əsərdən gəlmişəm, Yüzəqul 9-a gəlibdi. Gəlib rəhmətli Hüseyin müəllimi də gələn gün görmüşük. İstara müəlliməni görmüşüm. 84-cü ildə son zəşini 25 may günü mən əsərdən gəlmişəm. Həmən günü də biz dəvət qılmışıq, bura gəlmişik, burada iştirak eləmişik. Baxma qeyd elədiniz kimi, gün olsun 30 illiyimizi, 40 illiyimizi, hətta 100 illiyimizi də burada qeyd edilir. Sağ olun, var olun, bizi sahib gəlmişsiniz. Biz həmişə bir-birimizin yanını görəndə anlaşıq. Qəlbi təmiz bir-birimizin salamını bir daha da yaxınlaş. Bugünkü doğrudan da yığıncaq bizi bir daha da yaxınlaşdırdı. Sağ olun, bu təşəbbüsü birdən sürən ələfət, həyat işlərində bizlər olmuşuq, sizlər olmuşsunuz. Hamınıza minnətdarlığımızı deyirəm. Sağ olun, çox sağ olun. Gözəl təşəbbüs. İnsanlığın dəyərini bilməkdir. Düzdür, savad da lazımdır. Hamımıza az, çox. Öz səhimiz nəticəsində Sara müəllimə nəsə verir. Akifin dediyi kimi oxumamısan da, heç olmasa o yazmağı verirdi. Məmməd Araz deyir, öz ömrümü şum elədi öz əlim. Yazında gül, payızında xəzəlim. Gün doğandan gün batına mənzilim, bu da belə bir ömürdü yaşadı. Zarmağa ömür deyib ağlama. Hər ölümə ölüm deyib ağlama. Tale döyüb, haqlı döyüb, ağlama. Bu da belə bir ömürdü yaşadı. Oğlun yoxdur, soyun yoxdur dedilər. Sağın yoxdur, solun yoxdur dedilər. Odun boyda suyun yoxdur dedilər. Bu da belə bir ömürdü yaşadı. Zirvəsində əl çatmayan qalan mən, ətəyində sinə cığır talan mən, Xudafərin harayından qalan mən, bu da belə bir ömürdü yaşadı. Ocaq oldum, ocaq daşı olmadım. Hər salaya axan naşa olmadım. Arazımla yol yoldaşı olmadım. Bu da belə bir ömürdü yaşadı var ki. Yəni ki, şikayətlənməyə haqqımız yoxdur. Ömürdür, kəlməkeşlidir, genişlidir, yoxuşludur, əyridir, düzdür. Borcumuzdur yaşamaq. Evlatlarımız üçün yaşamalıyıq. Bir dənə burada mən deyim, tanış gələcək bu sizə, bunun axırı da var. Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən. Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərsən. İndi mənim balalarım, mənim əzizlərim, həyatın qədrini, həyat sənin həyat qurduğun evdir. Qədrini bilə-bilə yaşar. Ömrünüzü puça verməyin. Ömrünüzü sən yaşadın. Çünki müvəqqəti dünyadır. Axıra qədər burada heç kim yaşamayıb, heç birimiz də yaşamayacaq. Ancaq yazı var. Yazıya görə, o vaxta görə ömrünüzü sən keçirin. Arzum budur. Çox sağ olun müəllimə, çox sağ olun. Bugünkü məclisimizin bəzəyi də qadınlardır. Sizi inandırıram ki, əgər sizlər gəlməsəydiniz, qızlar məzun olmasaydı. Çoxdan yığışılıb getmişdik. Buranı çoxdan tərk eləmişdik. Sizə çox sağ olun demək azdır. Biz abunlərdən böyük hərflərdə çox sağ olun. Hadi geçelim ben, yok, böyle geçelim. Çok mu da? Vay güzel şeyler. Qadınlarımızın, yəni qızlarımızın bura toplaşmasında hanının böyük rol olubdur, onu danmaq olmaz. Çünki
biz əlaqə saxlamışıq. Ananın vasitəsilə, anın vasitəsilə təmasda olaraq onlar çox sağ olsunlar, bizim təklifimizi rədd eləməyiblər, gəliblər. Biz indi demək olar ki, kənddə alnı açıq gəlib gəzə bilərik. Çünki vaxt dedim ki, miqratlar çoxdur ki, kim gələcək, gəlməyəcəklər. Biz öz prinsipiallığımızla, öz prinsipimizi əməl edib, hər şey baş tutdu, çox sağ olsun. Hamıya minnətdarlıq eləyirəm ki, o bizim gözəl yarımız tərəfdən Ruslar Krasivaya Balarina deyil, o mənada deyil ki, gözəl yarımız qadınlar tərəfdən bizə çox kömək elədi. Ananın deməyə, söz deməyə böyük haqqı var. O çox dedi, da nə qədər biliriz. Mənim haqqım çoxdur. Baxışasınız, Daha. Mən də Tofiq deyəndə ki, belə bir təşkil irad sürürük ki, belə yığışaq 20-ci keçirdək. Düzü, mən çox qürurlandım ki, bizim oğlanlar bizi yada salıb belə bir təşkil irad sürürlər. Amma mən həqiqətən də inanmırdım ki, qızlardan gələn olar, belə gələ bilərik. Uşaqlar mənə deyəndə mən dedim ki, valla, mən hamısından çalışacağım, əlaqə saxlayayım. Amma gələ də bilərlər, gəlməyə də bilərlər. Amma məktəb həyatı gözəldir. Bizim burada səhvlərimiz də olur, yaxşı hərəkətlərimiz də olur. İndi hamısını xatırlayırıq, yada salırıq bir-bir. Mən Rasimi orta məktəbi qutarandan demək olar ki, görməmişdim. Rızaqulluqdan xahiş elədim ki, Rasimi hardan tapışdığını tap, onu görməmişik, onu da çağırım gəlsin. Belə, nə deyə bilərəm? Bu təşkil ümumiyyətlə yaxşıdır. Mən arzulayardım ki, bütün məktəbi qutaran uşaqlar bir-birlərini belə görüşüb görsünlər, görüşlər təşkil eləsinlər. Həyatda səhvlərimiz də olur, düzlərimiz də olur, yenə deyirəm. Mən də həyatda bir dənə səhvim olubdu. O səhvi istəyirəm aldı mənə dəfələrlə başı salıb dərs veribdi. Bir gün deyək, Alara Vahidin yanına qavi gedir. Bu hər dəfə getdikdə Alara Vahid yaşlanmışdı. Durur bundan görüşür, qapını tərcüzdə durur bunun ayağına. Deyir, axı, siz hər dəfə ayağa durduqda mən utanıram. Mən sizin ayağınızda durmalıyım, siz niyə mənim ayağıma düşdünüz? Deyir ki, ay oğul, mən sənə dərs verirəm. İstəyirəm alma mənə dərs verdi. Salamımı almamağına mənə dərs verdi. Mən anladım ki, səhv eləmişəm və bu çörək mənə istəyirəm alma verib, o çörəyi mən yeyirəm. Ömrümün axırına kimi bu çörəyin qərdinin qiymətini bilməliyim. Ola bilər, onda cavanlıq olub, səhvim olub, yenə də deyirəm. Amma indiki vaxtım olsaydı, əlbəttə o səhv eləməzi edirəm. Bir daha istəyirəm almadan üzr istəyirəm sizin qarşınızda səhv elədiyimə görə. Və yenə də deyirəm, istəyirəm alma. Bizim üstümüzdə haqqı çoxdur. Evdə 1-2 saat olurduq, gecə düşürdük, yatırdıq. Bütün gün istəyirəm almanın yanında olurduq, hər əziyyətimizi ona verirdik. Mənim yadımdadır, birinci sinifdə hala 8-lik məktəbdəydik, dərsdə gəlmirdim mən. Atam bir gün mənə kiminsə motosiketi ilə gətirdi, qoydu sinifə. Kimən oturur. Tez idi, hala istəyirəm alma gəlməmişdi. Atam evə tapınca həmin maşından, mən uşaq tapmışdım elimizdən, qalbı getmişdim. Gəldi və evdə gördü, atam istəndi ki, mən səni görmüşdüm. Dedim, məlum yox oldu, mən gəldim, nəysə. Sonra atam gəldi, məni istəyirəm almaya tapışırdı. İstəyirəm almada özüm qəngözal uçqası vardı. Onu mənə verib, başımı sığallayıb, yerimə oturtdu. Ondan sonra demək olar ki, mən başladım oxumağa. Ondan kimi uşaqları söz olmasın, tüfeyle hərəkət etmək istəyirdim. Sonra gördüm ki, yox, düz eləmirəm, istəyirəm alma. O gün o səhvimi mənim başa saldı və biz bir daha əlimizdə olan sənətimizə görə, bizdə olan bu qabiliyyətə görə, istəyirəm alma düz deyil. Bəlkə də biz həyat yoldaşlarımızı o səviyyəyə gətirib çıxartmışıq ki, biz belə tərbiyə olunmuşuq, biz istəyirəm alma qurumda tərbiyə edib, biz bu yola getməliyik. Yenə də mən ona öz minnətdarlığımı bildirirəm, çox sağ olsun. Sağ ol. Sağ ol, boyundan sen bir 37 yaşında tarih bakmışsın. 60 yaşında, 70 yaşında da gelip yaşında 60-70 yaşında da bir de onunla böyle onu da diyeyim bana bağışlar saymıyorum. Hala 37 yaşında Bunu saldım. İster aşağı, ister yukarı siniflərdə bir gün Bağır müəllim uşağı olan uşağı cəhdi qoydu, lap axırıncı partiya. Biz də maraqla baxdıq, bu kimdir, bu kim deyil.
Bunun bizim Qabil'dir. Çünkü Qabil sonradan tələffüzlər qalmış oldu. Qabil sizimizdə cavabı gəlməli, sizimizdə də oxuyandan saat tam azaldı. Sizimizin yoxsa adı, ya sana var. Niye Hasan'ın kardeşi Qabil R sınıfında okuyordu. O sınıfta da okuyan yoktu, bir Qabil idi. Qabil'in gəldi bizim sinifimizdəki, o da bizə baxsın, bizim yaxşı oxuyan. Barım al dəstəydi, mən deyim. Hesab yox, bana yaxşı oxuyan gəldi, bizim sinifimizdə biz də oxuyuyoruz. Barım al. Yaxşı, biz oxuyuyoruz. Sonradan Qabil bizim sinifin təsiri ilə Allah şirketi okudu, böyüdü, boya başa çatdı. Çok hürmetli adamlardan biri oldu. Babil de bizim birimizdi. Babil buyur. Biz ağlımızı hiç ondan tuzalı koyun ki, annemi koydu gelmedi. İşlərə məlumat, oxusun agronom işləri, agronom bizim kökümüz çasın. Bunu oxumağınız əl oxumamağa yaxşı. Köşkünüz çasınıb burada ne qardım? Bu kökü yox, bana iman. Ben harbiden de çok sevinirəm ki, bir kollektivdə, bir sinifdə, yani istərəm alıbım, Allah rəhmət eləsin, Hüseyin Malı'nın rəhbərliyi ilə bir sinifdə təhsil almışam və həmən sinifin təhsili nəticəsində deyib, ali təhsil almışam, söhbətimdə yox. Mən həqiqətən də fəxr edirəm. Yəni, beləncə bir gözəl kollektivə, beləncə bir sinif yoldaşlarına mən həyatda nə arzulayıram? Arzulayıram ki, hər kəs öz ailəsində xoşbəxt olsun, uşaqların xoşbəxtliyi görsün. Allah bütün insanlara, əlaqüsüz bizim burada oturmuşuq kollektivə elə bir ömür versin ki, biz uşaqlarımızın toyunda da görüşəndə, anlaşıq görüşək, həm də ki, heç olmasa 50-liyimiz heç olmasa burada qeyd edirik. Sağ olun, sağ olun. Allah arzular. Artıq demirəm da, indi o yazı Bağlastıra müəllimə dedi ki, o yazı nəbi o olacaq, Aydın Şəhərə olacaq. Sən yaxşı yazın, inşallah. Böylüyəm. Çok sağ olun. İndi söhbət onda da, söhbət onda ki, burada indi biz oturmuşuq, bizim orada İraq burada olanlarımız da var. Calan 10 illiyimizdən mi, 5 illiyimizdən mi, Bağlala ifade edildiğinde müəyyən dairələr var olacaq. Calan 10 illiyimizdə qeyd edildiğimiz gündə ofisər yoldaşlarımız da burada olsun, onlarla da oturaq, əylənək. Yiyək, gülək, gülək. Mən hamıya xoşbəxtlik, səadət arzulayıram. Sağ olun. Çok sağ olun. Sağ olun. Biz de hamımız özləri uzaqda, qəlbləri burada olan dostların hamısına kamera vasitəsilə öz salamımızı çatdırır. Biz elə zənn edirik ki, onlar da bizim aramızdadılar, buradadılar və insanın yadına məktəb illərindən çoxlu xatirələr düşür. Bir dəfə qar yağmışdı, çıxdıq, qar top oynadıq. Gəldi sinifi tamam qar elədi, yuxarı siniflərdə. Rəhmətli Əkbər müəllim vardı, Abdullah Əkbər. Gəldi ki, bu nədir? Təzəcə oturmuşdu stola. Kamalca o vaxt hazır cavabıdır. Qardı ki, müəllim bu qar dəri, qar topudur. Belə kimi yadı deyə, bu da qar dəri, qar topudur. İkimizdə intikam vardı. Məktəb illərində hansı təzə mahnı çıxsaydı, onun premyerasını intiqam edəcək. Tənəfsdə Uluçqan olacaq da, ömrə alqa salma dəmirdən deyə hamının qabağında gəlib oxuyacaqdı. Çox qəşəng günlərdir. İndi bizim məclisimiz bitdi, davam edir. İndi kimin nə sözü var, kimin qəlbindən nə xatirələr keçir, azad mikrofondur, kim nə istəyir buyursun, sözünü desin. Sizin hamınıza, əlaqsız qadınlarımıza böyük minnətdarlığımın yeni hamınızın adını bildirirəm. Çox sağ olun ki, təşkilimizi qəbul elədiniz və biz bu görüşünə kifayətləndirik. Bizim 5 ildən sonra, 10 ildən sonra bizim yəqin sizdə xəbərimiz çatacaq, dəvətlərimiz olacaq. Biz ümidvarıq ki, gələcəkdə bizim görüşümüz bundan da geniş planda, bundan da gözəl, bundan da yaraşıqlı olacaqdır. Sizin hamınıza minnətdarlığımı öz adımdan bildirirəm. Buyurun, kimin nə sözü var? Söz sizin. Körpüz atışıydı. Nəzər?
Ona xitaben belə bir şey demək istəyirəm. Bir günləri demək dövlətlər arası körpü çişiri. Bu körpünün layihəsini hazırlamaq üçün 2 nəfərə təklif edilir. Biri öz başına oxuyub institutda qutaran adam olur, biri də bu vəzifəli şəxslərdən kimisə qohumu olur. Tapşırırlar buna ki, bir tane bu vəzifəli şəxsin qohumunun proyekti, layihəsi keçsin. Bu yazıq bədbəxt də biri varmış kasıb, həddindən artıq savadlı olur. Nəsə proyekti hazırlayır, bu kasıb gətirir, proyektin büroda qoyur stolun üstünə, deyirlər, burası səhvdə apar güzel. Gedir bir də hazırlayır, bir də gətirir. Deyirlər, yenə burası səhvdə apar. 5 dəfə, 5 dəfə, 6 dəfə, nəsə axırda bu gəlir, körpünü belə çəkir, boraların, hər şeyini qoyur, altına da bir dənə nöqtə qoyur. Deyirlər, deyirlər, yaxşı, başa düşdük. Bu körpünün aporaları, bu baltaları, bu nəvrin nəyi? Və bu nöqtə nədir? Deyir, bu nöqtə mənim stulumdur. Bu stulu qoyub, ömrü boyu oturacağım o körpünün altında. Uçsa, qoy körpüsü mənim başına. O tikdiyi körpüyə o qədər inanırdı. O qədər möhkəm körpüydü. Mənim arzum odur ki, burada oturanlar, oğlanlı, qızlı, bu dostluq, bu münasibət, o mühəndisin tikdiyi körpü kimi möhkəm olsun. Altında ürəkli otura bilər. Gedib bu günləri Kamalın, Əyfərin, Qabilin, Tofiqin, Akifin, Rızaqulunun, burada oturanların hamısını, şəxsən özümü deyirəm, mən qapını açanda mən utanmayayım, mən çəkinməyim ki, deməyim ki, birdən mən boş qayıdaram. Mən bunu arzuluyum, onlar da mənim için. Hərsən də mən dünən Rızaquluya 5 milyon verməmişəm. Heç verməymişəm. O da biri nəyə görə verməmişəm. Valla, bu zarafatdır. Darbamentdə, Darayaqda, yəqin ki, bir-birimizə kömək edərik. Mən bunu arzuluyuram burada oturanlara. Oğlanlı, qızlı hamıya. O birliği qoyub saxlamaq lazımdır ki, yəni o birliği o demək ki, yəni bizim sinifimizin bir oğlanların birliği var idi. Biz yəni istənilən onda yəni bir saat içində istəsək yığışa bilərdik bir yerdə. Ancaq mənim lazım oydu ki, qızlar inanmırdı ki, bulacaqlar. Yəni onun heç birimiz inanmırdı. O yüzden qədər deydi ki, kimi qoymazlar. Yəni böyük 5 qız, 6 qız bulacaqsa, İstihad adamın sözünə də qurbat ki, yəni onlar da o öz yoldaşlarına deyiblər ki, elə ki, həmin şanlıya çaldırlar. Ondan soruşublar ki, yəni birincisi tanıyırlar, bütün sinif yoldaşlar, oğlanların. İkincisi də ki, otağımız, adımız olmasaydı, heç kimin yoldaşım bula bırakmaz idi. Mən yenə də bura gələn qızlara bir daha təşəkkür edirəm, bir daha təşəkkür edirəm. Və bura gələn qızlardan bir xahişim var. Xahişim odur ki, bu tədbirdə iştirak edən hər bir qız, yəni 10 il müddəti, 5 il müddəti, çox böyük müddəti, o vaxta qədər, yəni sizin də biz oğlanlar kimi mehribançılığı, yaxınlığı olmalı, siz bir yerə istəmələn onu yığışa bilərsiniz. Bunu da hansınızsa bir başlığa verəməlisiniz, öz mücadilə götürməlisiniz. Tək yoldaşları yox, gələn dəbriyə Allah qoysa, sağlıq olsa, kənarda olan bütün sinif yoldaşlarımız yığağını heç olmasa, gələn tədbirimizdə bütövlük iştirak edə bilər. Bunu da göstəriş veririk, tapşırırıq yəni sizlərə. Sizin 5-i qızların arasında hansı formada söhbət edirsiniz. Yəni, ola bilsin, sizdən kasetləri də olur, baxacaqlar ki, benim bir kasetləri var, ondan yüzəklər başıdır. Qızdaşlardan da çoxlarını istəyir, gələ bilmirlər. Biz başda uşaqlarla bu söhbət eləmişik, düzdür, biraz indi eləsi var, imkansızlıqdan şey olmaq şərti ilə. Yığızı salmışıq bir yerə. Biz də bu oğlanı verir, o da. Burada mən eşitdim ki, yəni ki, beləncə vəziyyətdə qızların beləncə Nehrəm şəraitində istiharə məlumat edir ki, gəlməsi, bu Nehrəmdə demək olar ki, mən belə başa düşürüm, birinci hadisədir. Ancaq dediyim kimi, yenə də deyirəm, birinci lətafəti varsa da suda, artıq içiləndə dərk verir odur. Ancaq elə eləyək ki, biz Nehrəmdə yaşayırıq, düşdüyümüz şəraitə uyğunlaşmalıyıq, elə eləyək ki, qızlarımızın üzünə söz gəlməsin. Yəni ki, yəqin ki, bunlar deyiblər ki, axşamdan yəqin deyiblər ki, sabah 2 saatlığa harasa gedəcəyik. İndi çox təşəkkür, Allah eləməsin, nəsə olar, biraz düz olmaz. Mən təklif edirəm ki, Kamal o çay qaynasın, bir dənə də çay çək. Məncə çayını. Çay qaynasın. Yenə də bunu buraxaq, ümumi məclisi
qərarına. Ben uşaq bir dənə şey desin, yoxsa şey. Sağ olun. Siz oturursunuz, oturun. Her çölünde yerim var, her kentte, her şehirde senin meyvelerin var. Ektiğin ağaçların gülü çiçeği solmaz, dünyada senin kimi barda bakın tapılmaz. Sen burada yine geçersin. Sen buradasın, şam içersin. Kim dondurur ki? Benim o Gözləyə belə. Cep kapalı. Neyse bir dönək verirler. Uzaktan çekmek istiyorsun. Uzaqdan gəlmək yox. Qəribə, yox. Qəribə. Bunu 10-cu A sinifi adına Dündə də oğlum. sənə hədiyyə edir. Bax. Hamıya da aydın olmasın, bu bizim Akif'in qızıdır. Arzu edirik ki sənə, sən 10-cu sinifi qutarasan və sənin öz tələbə yoldaşların sənə beləmsi bir hədiyyə edir. Qoyunsun ya, sən qoy. Tez oldu he. Başlamağa? Sağ ol devam Allah. Günacın olsun.